Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve la siyyema emiril mu'minin Ali ibn Abi Talib ve seyyideti nisa'il alemin Fatımetez Zahra والحسن والحسين والأئمة من ذرية الحسين صلوات الله وسلامه عليهم أجمعين. السلام على بقية الله في أرضه وحجته على عباده أرواحنا لتراب مقدمه الفداء. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu əziz müminlər. Cümə gününüz mübarək olsun. Allah Teala sizləri və bizləri bugünün rəhmətindən, bərəkətindən, mərhəmətindən bir nəsib etməsin. Bugünkü mövzumuz təkcə Allaha olan etiqad barəsində deyil. Bugünkü mövzumuz sırf fəlsəfi və ya sufi kəlamına əsaslanan bir mövzu deyil. Quran-ı Kərim və Əhl-i Beytin və eləcə bir də Quran-ı Kərim və Əhl-i Beyt işığında ruhlarını tərbiyələndirmiş, saflaşdırmış irfani şəxsiyyətlərimizin kəlamları əsasında bugünkü mövzumuz mərifətullah, Allah tanıma barədədir. Ən mühüm sual və ən əhəmiyyətli sual bundan ibarətdir ki, mən Allahı tanıyıram, bu nə deməkdir? Allahı tanımaq sırf əqli dəlillər, əqli nəticələr əsasındadır ki, Allah mövcuddur, bunu sübut edərək tanıyıram. Yoxsa Allahı adları ilə, sifətləri ilə tanıyıram. Yoxsa təvhid barədə onlarla kitab oxumaqla Allahı tanıyıram. Yoxsa Allahı tanımaq daha dərin bir mənadır, daha dəqiq bir tanımadır ki, bu tanıma insanın zehnindəki məlumatı qəlbdəki həqiqətə çevirir. Vicdanda, ruhda hüzura çevirir. Təvhid insanın davranışında, sülukunda, hərəkətlərində öz əksini tapır. İslam irfanı məhz buradan başlayır. Burada bir neçə mövzu var ki, mövzulara istəyirəm toxunaq. Birincisi budur ki, Allahı tanıma, mərifətullah yolun əsasıdır, yolun köküdür. Quran-ı Kərimdə Allah Teala buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Cinlər və insanları mənə ibadət etsinlər deyə xəlq etmişəm. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan təfsirdə bu ayədə ibadəti mərifətlə təfsir edir. Yəni məni tanısınlar. Demək ki, ibadət İslam irfanı baxımından yolun sonu deyil, mərifətin və Allaha yaxınlaşmağın başlanğıcıdır. Mən namaz qılıram, niyə? Hətta Allahı tanıya bilim. Oruç tuturam, niyə? Allahı tanıya bilim. Tövbə edirəm, Allaha dönürəm, niyə? Allahla öz aramda olan pərdələri, hicabları aradan götürə bilim. Nəfsimlə cihad eləyirəm. Niyə nəfsimlə cihad eləyirəm? Nəfsimə qarşı mübarizə aparıram. Ta ki mənim qəlbim ilahi hidayətin nurunu qəbul etməyə ləyaqət tapa, istedad tapa. İbadətlə mərifət arasında sıx bağlılıq var, bir əlaqə var. İbadət insanın nəfsini tərbiyə etməkdən ötürüdür, təhzib etməkdən ötürüdür. Nəfsin təhzibi, nəfsin tərbiyəsi isə mərifət üçün qapı açır insanın qarşısında. Məhz insan nəfsini, ruhunu tərbiyələndirməklə mərifətin qapıları onun üzünə açılır. Ona görə də ola bilər ki, insan ibadətin yalnız formasını yerinə yetirir, cəsədini yerinə yetirir, amma qəlb hərəkət etmir. Namaz qılır, amma görürsən dəyişilmir, bunda bir dəyişiklik yoxdur. İllərlə oruç tutur. Amma yerə görürsən, bəzi insanlar həsədin, qəzəbin, təkəbbürlüyün əsrindədir.
Quran-ı Kərim ibadət vasitəsini istəyir insanı yeni insana çevirsin, yeni insan düzəltsin. İbadətlər forma, şəkil halında qalarsa heç bir fayda verməyəcək. İnsan onun mənəvi faydalarından istifadə edə bilməyəcək. Amma forma ilə yanaşı məzmun da olsa, insan ibadəti ruhu ilə qılsa, qəlbi ilə qılsa, bütün varlığı ilə ibadətdə olsa, Allah'tan savaya hər bir şey ibadət edərkən onun üçün yox ola bilsə, Allahu Əkbər deyib, təkbirətül ehramı deyib ki, biz namaza başlayırıq, Allah böyükdür. Bütün varlıqlar bu böyüklüyün qarşısında bizim zehnimizdən, ağlımızdan, düşüncəmizdən, xəyallarımızdan uzaq gedə bilirsə, o zaman biz ruhu ilə, həqiqəti ilə ibadət etmiş olacağıq. Ennəs salate tenha anil fəhşai vel munkar. Namaz həqiqətən də insanı çirkinliklərdən, pis əməllərdən uzaqlaşdırır. Amma hansı namaz? Məzmunu ilə qılınan namaz. Kutubə aleykumus-siyam kəmə kutubə aləl-ləzine min qablikum ləalləkum təttəqun. Sizdən öncəkilərə oruc vacib buyuruldu kimi sizə də vacib buyuruldu. Bəlkə təqvalı olasınız. Həqiqi oruc insanda təqvanı formalaşdırır. İnsanda mənəvi qurb, Allaha yaxınlığı insana bu məqamı gətirib çatdıra bilir. Mərifət nədir? Allah tanıma nədir? İrfan alimlərimiz mərifətlə bilgi, elm arasında fərq qoyublar. Elm varlıqların surətinin insanın zehnində əks olunmasıdır. Biz varlıqları nə cür tanıyırıq, nə cür bilirik daha doğrusu. Onların surəti zehnimizdə əks olunmaqla biz onları barəsində məlumat əldə edə bilirik. Bu hüsuli elmdir. Maddi varlıqlar bu cür tanınır. Mərifət bu deyil, mərifət daha dərin bir məsələdir. Zehnin təsəvvürlərindən uzaqdır. Məsələn, sən bal haqqında, məsələn, heç ömründə bal görməmisən, bal haqqında bir məlumat oxuyursan, bilirsən ki, bal şirin bir maddədir, arıdan ifraz olunur, şirin bir, yeməli bir şeydir və dadı da şirindir. Səndə bir təsəvvür formalaşdı, bu elmdir, bilgidir. Amma onu dadıb yesən, bu mərifətdir. Biləcəksən ki, bal necə bir şeydir. Özünü dadacaqsan, özünü biləcəksən. Və yaxud da məsələn, bir var insan sevgi barəsində bir nəsə oxuyur, bir kitab oxuyur. Bir var özü sevir. Sevgi barədə oxumaqla sevmək bir-birindən çox fərqli, yerlə göy arasında qədər fərq var onların arasında. Və yaxud da insan məsələn bilir ki, Allaha təvəkkül etmək nədir? Amma həqiqi təvəkkülü o vaxt yaşayır ki, böyük sınaqlar qarşısında qalır, çətinliklər qarşısında qalır. Amma Allaha təvəkkülünü, etimadını, inamını, etibarını itirmir. Buna görə də sülük əhli, seyri sülük əhli, mənəvi yolun yolçuları və bu yolda olan bələdçi olan alimlərimiz deyirlər ki, elm insanda bir hala çevrilməlidir, zehin səviyyəsində qalmamalıdır. Əgər elm bir hala çevrilməsə, hicab olaraq qalacaq, maniyə olaraq qalacaq, pərdə olaraq qalacaq və ən böyük təhlükə də məhz bundadır. Xüsusilə də dini bilgilər insan üçün mümkündür ki, hicaba çevrilsin. İnsan dini bilgilər nəticəsində mənəvi saflıq əldə etməlidir. Amma bəzən ola bilir ki, nə qədər çox dini bilgi əldə edir, bir o qədər hicabı qalınlaşdırır. Özü ilə Allah arasındakı hicabı qalınlaşdırır. Bu nə vaxt baş verir? O vaxt baş verir ki, insan elm öyrənir təkəbbürlükdən ötürü. Bu Allahın istədiyi bilgi deyil, Allahın istədiyi dini bilgi deyil. Həqiqi dini bilgi insanın xuşusunu artırar, xuzusunu artırar, təvazökarlığını artırar, Allah'tan olan xovfu artırar, məxluqatı olan sevgini artırar. İnsanın Allaha, bütün varlıqlarının Allaha fəqir, möhtac olma duyğusunu insanda artırar. Belə olmazsa elm hicaba çevrilir. Ariflərdən birinin evində gəlinlərindən biri soruşur ki, ağam mənə hansı kitabları oxumağa məsləhət bilirsən, tövsiyə eləyirsən? Bəzi kitablar tövsiyə et ki, mən onları oxuyum, bilgim artsın, bəsirətim artsın. Cavabında belə deyir, lə təqra'il kutub, bəl irfa'il hucub. Çox kitab oxuma yine, qəlbindəki hicabları aradan götürməyə çalış.
Allahın nişanələri bütün varlıq aləmini əhatə eləyibdi. İnsan özü də Allahın nişanələrindən, ayələrindən biridir. Zariyat surəsinin 20-21-ci ayələrində Allah buyurur: "Və fil ardı ayatun lil muqinin." Yerdə yəqin əhli üçün ayələr vardı, nişanələr vardı. Varlıq aləmi bütövlükdə Allahın əsəridir, tablosudur. Hər bir şeydə Allaha işarə edən dəlil vardı. Və fil ardı ayatun lil muqinin. Yəqin gətirənlər üçün yerdə ayələr vardı. Və fi enfusikum əfəla tubsirun. Sizin özünüzdə də ayələr var. Məgər görmürsünüzmü? Diqqət edək, görürsünüz, Allah burada buyurmur ki, təkcə yerə bax, göyə bax. Eyni zamanda buyurur ki, özünə bax. Və fi enfusikum, sizin özünüzdə ayələr var. Əfələ tubsirun, məgər görmürsünüzmü? İnsan özünə baxmalıdır. Mən kiməm? Mən bir mövcudam, varam. Amma bu varlığımdan öncə mən yox idim. Mövcud deyildim. Sonra var oldum. Sonra uşaq idim, gənc oldum. Gənc idim, qoca oldum. Qocaydım, bir gündə mən bu dünyadan köçüb gedib, torpağa qarışıb çürüyüb gedəcəm. Mən bütövlükdə dəyişirəm, mənim fikirlərim də dəyişkəndir, duyğularım da dəyişkəndir, psixoloji hallarım da dəyişkəndir. Dəyişməyən bir şey var, həqiqət var içimdəki, o daimən sabitdir. Ki, bəzən ona mən deyirəm. Dəyişməyən həqiqətimiz odur ki, Allahdan gəlib və Allaha qaydacaqdır. Bizim həqiqi varlığımız da odur. Müşriklər getdilər, insan sümüyü tapdılar, gətirdilər Peyğəmbərin qarşısına. Həzrət Rasulullahın qarşısında o sümüyü bu cür əllərində ovdular. Ovuldu, çürümüş, eroziya uğramışdı. Ovulub töküldü, qarışdı səhranın qumuna. Dedilər, biz bu cür yerdə itib batandan sonra yenidən mi diriləcəyik? Sən nə deyirsən? Səcdə surəsi 11-ci, 12-ci ayələrdədir bu. Allah buyurdu: "Qul yetevaffakum melekul mevtillezi vukkile bikum." De, ölərkən ölüm mələyi gəlib sizin həqiqətinizi alar, götürər. Vəfat sözü ərəb dilində təvaffa. Biz vəfat deyəndə ölüm başa düşürük. Bir var ərəb dilində maut, mətə, öldü. Bir də təvaffa, tuvfiyə, istəvfə. Bu kəlmələr vəfa kəlmə kökündəndir ki, məna bütövlükdə götürmək anlamındadır. Ölüm mələyidir, yetevəffəkum melekul maut. Ölüm mələyi sizin inəyər, götürər, həqiqətinizi götürər. Yəni, insanın həqiqəti bu zahirdə gördüyümüz biyoloji varlıqdan ibarət deyil. İnsan özünə diqqət eləsə, özünə baxsa, öz həqiqətini dərk etsə, o zaman insanda bax, belə bir sual yaranacaq ki, mən bu biyoloji varlıq ki, mən varam, mövcudam, mənim bu vücudum, bu varlığım müstəqildir ya yox? Mən elə öz-özünə var olmuşam. Öz-özünə mən mövcudam. Quran-ı Kərim bu suala çox gözəl cavab verir. Ya eyyuhəl insan, üzr istəyirəm, ya eyyuhənnas, entumul fuqara ilallah vallahu vel ganiyyul hamid. Ey insanlar, siz Allaha möhtac olan, Allah zəngindir, hər cür şükrə, tərifə layiqdir, ehtiyacsızdır. Diqqət eləyin, Quran-ı Kərim bu ayədə demir ki, ey insanlar, siz Allahın ruzisinə möhtacsınız. Biz adətən ehtiyac deyəndə, yəni maddi ehtiyaclarımızı düşünürük ki, Allaha ruzi verməsinə möhtacam, mənə sağlamlıq verməsinə möhtacam. Entumul fuqara ilallah deyir, siz Allaha möhtac olanlarsınız. Yəni fəqirlik, ehtiyac sənin kökündə, əslində, həqiqətindir. Bütün həqiqəti ilə sən Allaha möhtacsan, sən müstəqil bir varlıq deyilsən, ehtiyac sənə sonradan əlavə olmayıb. Belə deyil ki, sən zəngin bir varlıqdın, sonradan ehtiyac yarandı səndə. Sənin zatın ehtiyacdan ibarətdir. Buna irfan ədəbiyyatımızda əl-fəqrül vücudi, vücudu fəqirlik deyilir. Həqiqi arif, Allah tanıyan, heç vaxt özünü müstəqil görmür, heç vaxt özünü Allahın müqabilində müstəqil bir varlıq hesab etmir. Əksinə özünü Allahla vücud tapan bir varlıq hesab eləyir. Ayətül Kürsüdə nə oxuyuruq?
Allahu la ilahe illa huvel hayyul qayyum. O Allah özündən başqa heç bir ilah olmayan Allah'tır. Hayyun qayyum, haydi diridir, hayat mənbəyidir, qayyumdur. Qayyum nədir? Yəni varlığı zatındandır və bütün varlıqların vücudu ondandır. Bütün varlıqların öz varlığını davam etdirməsi ondandır. Hər an, hər zaman lütf və feyz ondan gəlməkdədir və varlıqlar öz vücudlarını davam etdirməkdədir, istimrar etdirməkdədir. Buna görə də məşhur bir söz var. Mən arafə nəfsəhu fəqət arafə Rəbbə. Hər kəs özünü tanıyarsa Rəbbini tanıyar. Bəzi tədqiqatçı alimlərimiz deyirlər ki, bu hələ hədisdir, hədis deyil, mətnin araşdırıblar, sənədini araşdırıblar. Biz məzmuna baxsaq görürük ki, məzmun ilə Quran-ı Kərimin ayəsi ilə uyğun gəlir ki, bayaq dediyimiz ayədə və fil ardı ayatun lil muqinin, yerdə yəqin gətirənlər üçün ayələr vardır və fi enfusikum və sizin özünüzdə var. Əfələ tubsirun, məgər görmürsünüz? Ki, insan özü barəsində düşünsə, həqiqəti barəsində düşünsə, özünü tanıtsa, onun üçün aşkar olacaq ki, mən möhtac bir varlığam, mən məhdud bir varlığam, mən sonradan yaranmışam, mən dəyişkən bir varlığam və mən məhvə məhkum bir varlığam, mən heç nədə müstəqil deyiləm, müstəqil heç nəyə sahib deyiləm, öz varlığımı belə davam etdirməyə mənim qüdrətim yoxdur. Əbədi qalmağa mənim qüdrətim yoxdur. İnsan özünü bu cür tanıyarsa bu zaman Allahın həqiqətini, Allahı tanımış olacaqdır. Öz fəqirliyinin həqiqətini dərk etdikdə ilahi zənginliyi dərk edəcəkdir. Öz cəhalətini dərk etdikdə Allahın elmini dərk edəcəkdir. Öz acizliyini dərk etdikdə ilahi qüdrəti dərk edəcəkdir. Bununla da nəfsi tanımaq, özü tanımaq əslində hədəf deyil. Özü tanımaq vasitədir ki, insan özünü tanımaqla özünü bir güzgüyə çevirir ki, o güzgüdə insanın həqiqi fəqirliyi, həqiqəti ortaya çıxır. Və bu fəqirlik sayəsində də insan Allahın zənginliyini müşahidə eləyir. Dərk eləyir ki, hər şey ondandır. Mən heçəm, həqiqi mənada heçəm, hər birimiz həqiqi mənada heçik. Bu heçliyə dəyər verən bizim Allahı tanımağımızdır, Allaha olan bağlılığımızdır, Allaha olan ehtiyacımızı dərk etməyimizdir. Özümüzün həqiqətini dərk etdikdə o zaman Allahı tanımış, Rəbbimizi tanımış oluruq ki, mən arafə nəfsə, özünü tanıyan fəqət arafə Rəbbə, Rəbbini tanıyar. Allahı tanıma adi varlıqları tanıma kimi deyil. Məsələn, istəyirəm ki, bir insanı tanıdığım kimi, bir ağacı tanıdığım kimi, bir dağı tanıdığım kimi Allahı tanıyım. Əgər bu cür düşünsəm, elə yolun əvvəlində xəta etmişəm, səhv etmişəm. Niyə? Çünki Allah Teala məhdud bir varlıq deyil ki, insan ağlı ilə, əqli düşüncələri ilə, təsəvvürləri ilə onu əhatə eləyə bilsin. Heç bir şeyə bənzəməz. Leysə kəmithlihi şey. Və la yuhitun bihi ilmə. Quran buyurur ki, insanlar öz elmləri ilə Allahı əhatə eləyə bilməzlər. Çox dəqiq bir təbirdir. Ki, insan bilgisi ilə, sahib olduğu əqil qüvvəsi ilə dərk eləyə bilməz, əhatə eləyə bilməz Allahı. Allah tanıma ilə Allahı əhatə etmək, tamamilə dərk etmək fərqli bir məsələlərdir. Biz Allahı tanıyırıq nə sayəsində? Nişanələri sayəsində, adları sayəsində, sifətləri sayəsində, əsərləri sayəsində, ayələri sayəsində. Amma Allahın zatını insan ağlı əhatə eləyib dərk edə bilməz. Buradan bax, bu qayda çıxarılır ki, bu qaydanı yadda saxlayaq. Tevhidin ən əsas qaydalarından biridir. Mərifətullahda ən əsas qaydalardan biridir. Ümumiyyətlə, Allah tanımada həqiqi tevhid axtarırıqsa, Quran-ı Kərim, Peyğəmbər və Əhl-i Beytin buyruqlarındadır. Əhl-i Beyt məktəbi qədər tevhidi incə və dəqiq izah edən olmayıb. Bunları oxuyaq, bunları öyrənək, düşünək, dərk eləyək.
Bu qayda bundan ibarət ki, insanın zehninə Allah barəsində hər hansı bir təsəvvür gələrsə, Allah onun xilafınadır, əksinədir, Allah deyil o. Əmir əl-Mömin əleyhissalam bir kəlmədə bunu izah edir. Ət-təvhid əllə tətəvəhhəmə vəl-ədlə əllə təttəhimə. Təvhid budur ki, sən Allahı xəyal etməyəsən, təsəvvür etməyəsən. Nə təsəvvür etsən, o da Allaha aid deyil. Allah kəlməsini eşidən, Allah deyəndə zehnində bir surət canlansa, o Allah deyil. Allah təsəvvür olunmayan bir varlıqdır. Ədalət də deyir budur ki, Allahın ədalətinə inanmaq deyir budur ki, əllə təttəhimə, heç bir şeydə Allahı ittiham etməyəsən. Əgər bir şeydə Allahı ittiham etsən ki, niyə Allah bunu belə edib, hətta desən, düşünsən, Allahı ədalətdən salmış olarsan. Ona görə usul kafidə də belə bir hədis nəql olunur. İmam Cəfər Sadiq əleyhissalamdan buyurur, bir qövm oruç tutar, namaz qılar, zəkat verər, həccə gedər. Allah və Rəsulunun etdiyi bir işə keşkə belə etməyəydi deyərsə və ya bunu qəlbindən keçirərsə, bu ilə müşrik olarlar. Allaha şərik qoşmuş olarlar. Tevhid, Allah mərifəti budur ki, sən onu zehnində belə təsəvvür etməyəsən. İmam Baqir əleyhissalam gör necə dəqiq deyir. Bihar Lənvarda Əllamə Məclisi bu hədisi nəql edir. Buyurur İmam Baqir əleyhissalam: "Kulləmə məyyəztumuhu bi əvhamikum fi ədəq məani." Ən dəqiq mənalarla zehninizdə, xəyalınızda Allah barəsində verdiyiniz bütün xüsusiyyətlər, sifətlər, təsəvvürlər məxluqun məsnuun, məxluqdur, yaradılmışdır. Misləkum, sizin kimi yaradılmış bir şeydir. Sizin kimi bir məxluqdur. Mərdudun ileykum və sizin özünüzə ait, sənin zehnin yaradıb onu. Bugün İmam Həsən Əskəri əleyhissalamın şəhadət günüdür. İndi Rəbi'l əvvəlin əgər bugün 7-sidirsə, sabaha düşür, bugün axşamı olur. İmam Həsən Əskəri əleyhissalam Allahı məth edərkən Əhl-i Beyt imamıdır, Peyğəmbər elminin qapısından biridir. İmam Həsən Əskəri əleyhissalam Allahı məth eləyəndə buyurur: "Elhamdülillahillezî la biməhsusun feyyunal." Həmd olsun Allaha. O Allah ki, hiss edilməz ki, ağılla dərk olunsun. Əllə, hiss üzvləri ilə dərk olunsun. Və la biməlmusun feyyumal. Toxunulmaz ki, hansısa bir tərəfdə olsun, hansısa tərəfə meyl etsin. Və la bizi tənahin feyyuhad. Hansısa bir tərəfdə deyil ki, hüdudları olsun. Sonsuz bir varlıqdır, hüdudsuz bir varlıqdır. Və la bimuhtəsin feyyucad. Sonradan var olmayıb ki, onu var edən olsun. Əzəli bir varlıqdır. Ona görə də əqidə alimlərimiz tevhidin mərhələlərindən danışırlar. Tevhidin bəzi mərhələləri var ki, insanların çoxu orada şirk eləyir. Quran-ı Kərimdə, səhv etmirəmsə Yusuf surəsində Allah Teala buyurur, onların əksəriyyəti yalnız Allaha şərik qoşaraq iman gətirərlər. Şirkin növləri var, dərəcələri var. Necə ki, tevhidin də dərəcələri var. Tevhid zatı, zat baxımından Allah vahiddir, əhəddir, heç bir şəriki yoxdur, sonsuz bir varlıqdır, bənzəri, tayı, bərabəri yoxdur. Qul huvallahu əhəd, Allahus saməd. Quran-ı Kərim çox gözəl bir şəkildə bu iki ayədə bəyan eləyib. Allah əhəddir. Əhəd vahiddən də geniş bir mənadır. Vahid tək anlamındadır. Əhəd bəsit anlamdadır ki, heç bir halda ikiliyə yer yoxdur. Heç bir halda ikiliyə yer yoxdur. Allahın zatı ilə sifətləri belə bir-birindən fərqli deyil. Sifətlə zat eyniyyət təşkil edir ki, bu da tevhid-i sifat adlanır bizdə. Allahın sifətlərində tevhid. Bir çox əqidə məktəbləri burada şaşırlar ki, Allahın sifəti zatlarından ayrıdır. Hər sifətdə digər sifətdən fərqlidir. Amma Allah zat-ı müqəddəsi o cəhətdən ki, qadirdir, o cəhətdən də həydir, o cəhətdən də alimdir, o cəhətdən də ruzu verəndir, o cəhətdən də eşidəndir, görəndir. Ağıl Allahın zatını dərk eləyənməz və Allahın zatında heç cürə ikilik yoxdur. Çünki Allah əhəddir, qul huvallahu əhəd deyir Quran. Hişam ibn Salim
İmam Sadiq əleyhissalamın tələbələrindəndir. Bir gün İmam Sadiq əleyhissalamdan nəql edir bu hədisi. Deyir, İmam Sadiq əleyhissalamın huzuruna daxil oldum. İmam mənə dedi ki, ətənətullah, Allahı vəsf eləyirsən. Allahı necə vəsf eləyirsən? Dedim, bəli, vəsf eləyirəm. İmam buyurdu ki, bir də görüm Allahı sən necə vəsf eləyirsən? Deyir, dedim ki, huvəs-səmi'ul basir. Allah eşidəndir, görəndir. Quran-ı Kərimdə də bu ayələrdə də buyurulubdur. İmam buyurdu ki, məxluqlarda da bu xüsusiyyətlər var. Məxluqlar da eşidəndir, görəndir. Elə vəsf et ki, o vəsfdə Allaha tay bərabər tutulmasın. Dedi, necə vəsf eləyim? İmam buyurdu, huvə nurun lə zulmətə fih. Allah bir nurdur, onda zülmət yoxdur. Huvə həyatun lə mevtə fih. Allah həyatdır, onda ölüm yoxdur. Huvə ilmun lə cəhlə fih. Allah elmdir, onda cəhil yoxdur. Huvə haqqun lə batilə fih. Haqdır, onda heç bir batil yoxdur. Yəni Allahın zatı bu sifətlərin özüdür, həqiqətidir. Necə ki, birindən soruşdu İmam Sadiq əleyhissalam, Allahu Əkbər deyəndə nə başa düşürsən? Dedi, Allah Əkbər min kulli şey, Allah hər şeydən böyükdür. Deyir, sən Allahı hər şeylə müqayisə etdin axı. Desən ki, Allah hər şeydən böyükdür, yəni yerdən böyükdür, günəşdən böyükdür, Marsdan böyükdür, nə bilim, qalaktikadan böyükdür. Hər şeyi Allahla müqayisə edirsən. Olmaz, belə Allah müqayisə olunan varlıq deyil. Deyir, mən necə deyim, necə başa düşün bu kəlməni? İmam buyurdu, Allahu Əkbəru min ən Yusəf. Allah vəsf olunmaqdan da böyükdür. Nə qədər vəsf etsən ki, Allahın kəmalatını bizim vəsf etdiyimizdən böyükdür. Ona görə Quranda dəfələrlə bu aya keçir. Subhanallahi ammə yasifun. Allah onların vəsf etdiyindən münezzəhdir, ucadır, pakdır. Biz nə qədər vəsf etsək də Allahı yetərincə vəsf edə bilmərik. Şam ibn Salim deyir ki, İmam Sadiq əleyhissalamın yanından çıxdım və mən insanlar içərisində tövhidi ən yüksək dərəcədə bilən biri oldum. Və tövhid-i əfali var, feillərdə tövhid. Ki bu bizim əməli irfanda çox mühüm bir məsələdir. İnsan mərifətdə daha yüksək bir dərəcəyə çatıb gəlib anlayır ki, varlıq aləmində heç bir şey Allahın izni olmadan baş vermir. Necə ki Quran-ı Kərimdə buyurur, وَمَا رَمَيْتَ اِذْ رَمَيْتَ وَلَكِنَّ اللّٰهَ رَمَى. Ya Resulallah, sən atanda onu sən atmadın, onu Allah attı. Ox attı Resulullah. Yəni, məsələn, bəzi rəvayətlərdə ovucuna torpağı götürüb bu cür düşmənə tərəf attı. Deyir, onu atanda sən atmadın, onu Allah attı. Bu ayəyə diqqət eləyək. Ayədə Peyğəmbərə atmaq nisbət olunur. وَمَا رَمَيْتَ اِذْ رَمَيْتَ. Sən o ox atarkən onu sən atmadın. Bir tərəfdən nisbət verilir, bir tərəfdən inkar olunur. Sonra deyir, وَلَكِنَّ اللّٰهَ رَمَى. Lakin Allah attı onu. Burada iki tərəf var. Bir insanın feili var. Feili görən insandır, işi icra edən insandır. İkinci tərəf budur ki, insan bu feilini, işini görməkdə müstəqil deyil. Əfali tövhidin, feillərdə tövhidin əsas qapılarından biridir. Yəni, varlıq aləmində yeganə təsir edən, müstəqil şəkildə təsir edən qüdrət yalnız Allahdır. Əgər insan buna inancı olmasa, əfalda tövhidi yoxdur, şirk qoşub. Bəziləri Allahın zatında şərik qoşub. Bəziləri Allahın sifətlərində şərik qoşub. Bəziləri məsələn deyir ki, Allah ərşdə oturur, göyün neçənci qatındadır. Gecənin 1/3-dən sonra yerin səmasına enər, bəndələrinə deyər, dua edin, duanızı qəbul edin. Qiyamət günündə nə bilim, baldırın açacaq, deyəcək möminlərə ki, sizlə mənim aramdakı nişanə buydu. Bu cür, yəni, xuzəbəlat, İsrailiyyat, İslam aləminə köçmüş, keçirmiş, başqa dinlərdən gəlmiş inancılar, rəvayətlər, qissələr, əhvalatlar, Peyğəmbər adına uydurulmuş hədislər ki, Quran-ı Kərimlə daban-dabana ziddir, ağılla, məntiqlə ziddir. Məkkə müşriklərinin bunların fərqi bunda idi ki, Məkkə müşrikləri gəlib daşdan büt yonurdu. İndi o bəzi insanlar var ki, bu Allaha cisim nisbət verirlər, cismanilik nisbət verirlər. Onlar da zehinlərində bir Allah formalaşdırıblar, zehinlərində o bütləri yonublar. Fərq bundadır. Qaçmaq üçün də deyirlər ki, bilə keyf, keyfiyyət bizə bəlli deyil. Allahın əli var, keyfiyyət bizə bəlli deyil. Hətta biri, mənim sosial şəbəkədə qarşınızda çıxmışdı ya yox, deyir, Allahın
sağ əli var, amma o biri əli sağdı soldu onu bilmirik. Niyə? Deyir çünki Quranda buyurur ki, "Əs-səmavat mətviyyətun bi yeminihi." Ki göylər Allahın yemin sağ deməkdir, əl mənasında işlənib. Əllərin içində bu cür büküləcəkdir. Bu bunu əl anlamında başa düşür. Deyir bu sağ deyib buna, amma bu biri əl adı soldu, sağdı mı deyir deyənmərik. Cılız yanaşmadır. Qurana cılız yanaşmadır, hədisə cılız yanaşmadır, Peyğəmbər kəlamına cılız yanaşmadır. Zahiri kəlmənin zahiri mənalarını başa düşməkdir. Ona görə də bu tövhid inanclarında Allahın zatında, Allahın sifətlərində şirkin içərisindədirlər. Başqalarını şirkdə ittiham etsələr də. Şirkin içərisindədirlər. Bəziləri də tövhid əf'alıda şirk eləyirlər ki, Allahdan qeyri, müstəqil şəkildə nəsə təsir edə bilər, buna inanır. Amma tövhid əf'alı budur ki, varlıq aləmində müstəqil şəkildə təsir edən qüdrəti yalnız Allahdır. Bəs insanın əməlləri necə olur? O zaman məcburiyyət gəlib ortaya çıxmırmı? Biz nə ediriksə elə bunu Allah etmirmi? Burada da bəzi əqidələr çaşıblar, İslam məktəbləri çaşıblar. Əşərilər dedilər ki, nə edirik Allah eləyir. Və mə təşəun illə ən yəşə Allah Rabbil aləmin. Aləmlərin Rəbb olan Allah bir şey istəməcə siz istəyə bilməzsiniz. Bunun müqabilində Mü'təzilə dedi ki, insan günah eləyir. Bu günaha necə Allaha nisbət verə bilərəm mən? İnsan müstəqildir, tam faili muxtardır. Biri cəbir əqidəsi, biri təfviz. Biri dedi ki, nə edirik? Allah planı cızıb, ondan kənara çıxanmarıq. Yaxşı, mömin cənnətə düşür, kafir cəhənnəmə gedir. Niyə? Elə Allah bunu da mömin yaradardı, bu da cənnətə gedərdi. Deyir, günah bunun bədənində cari olub, ona görə bu cəhənnəmə gedir. Savab bunun bədənində cari olub, ona görə bu... Yəni, cəfəngiyat məntiqdən, ağıldan uzaq sözlər. Bunun müqabilində də buna zidd gedən Mü'təzilə məktəbinə dedi ki, insan müfəvvəzdir, yəni Allah yaradıb, hər şeyi buraxıb insanın ixtiyarını. Ona görə İmam Baqir əleyhissalam buyurur, deyir ki, şərqə də üst tutun, qərbə də üst tutun, and olsun Allaha, bizim elmimiz kimi faydalı elm tapmayacaqsınız. İmam Cəfər Sadiq əleyhissalam bir kəlmə ilə çözdü məsələni. Lə cəbrə və lə təfviz, innəməl əmrə beynəl əmreyn. Nə cəbirdir, nə təfvizdir, nə insan məcburdur feillərində, hərəkətlərində, əməllərində, nə də insan tam ixtiyar sahibidir, Allah yaradıb elə boşu-boşuna buraxmayıbdır. İnnəməl əmrə beynəl əmreyn. Bu iş iki işin arasındadır. Bu kəlmə, bu cümlə, böyük bir qaydadır tövhiddə. Biz demirik ki, insan məcburdur və biz demirik ki, insan Allahdan müstəqil şəkildə ayrıdır, hər şeyə sahibdir. İnsan ixtiyar sahibidir. Amma bu ixtiyar Allahın ona lütfü, feyzi və Allahın ona verdiyi qüdrət sayəsindədir. İnsan Allahın qüdrəti sayəsində ixtiyar sahibidir. Mən məsələn bu əlimi qaldırıram, bunu öz ixtiyarımla qaldırıb endirirəm. Amma bu əlimi qaldırıb endirmək üçün mənə gücü, iradəni bəxş eləyən nədir? Allahdır. Və bu güc və iradə bir dəfəlik insana verilməyib, an bə an gəlir, ləhzə bə ləhzə gəlir, elektrik cəryanı gəlib, o lampalar yanır, bir an cəryan kəsilsə, lampalar söndüyü kimi bir an Allahdan lütf kəsildiyi halda bütün varlıq aləmi yoxa çıxar. Ona görə də varlıq aləmində heç bir şey Allahın izni olmadan baş vermir. Və bu tövhid inancı ki, feillərdə tövhid bu insan məsuliyyətini ləğv etmir, insan yenə öz əməllərinin, öz hərəkətlərinin məsuliyyətini daşıyır. Və əksinə insanı daha da bunu aşılır ki, insan Allaha fəqirdir, Allaha möhtacdır. Mən gördüyüm hər bir şeydə Allahdan gələn lütf və qüdrət sayəsində görürəm. Əgər o lütf və qüdrət olmasa, mən heç nə edə bilmərəm. Allah tanımada mühüm məsələlərdən biri də əzizlər, qəlb məsələsidir. Ağıllarla qeyd etdiyimiz kimi Allahı dərk etmək mümkün deyil. Ziya Paşanın bir sözü var, bir dəfə demişəm burada, bir də təkrar edeyim. Ziya Paşa deyir ki, qüdrət-i məali bu qədər əqlə gərəkməz, zira bu tərazi o qədər siqləti çəkməz. Allahın qüdrəti, gücü bu ağılla müqayisə olunmaz, ağıl bunu mümkün deyil dərk eləsin. Niyə? Deyir, çünki bu tərəzi o boyda qüdrəti çəkə bilməz. Bizim ağıl tərəvzimiz o boyda qüdrətidir, bu siqləti, ağırlığı çəkə bilməz. Onu dərk etməmiş göydə mələklər fikir dəryasına qərq olub yeksər. Nəçidir, necədir deyən dillərə o sükut qıfılı vurmuş bir kərə. Marağalı Ovhədi deyir bunu.
ağılla dərk edə bilmərik. Amma qəlb gözü ilə, qəlblə mümkündür dərk eləyə. Qəlb təkcə bu insanın, hər bir insanın bədənində olan, o qanı dövran, etdirən bu orqandan ibarət deyil. Quran-ı Kərim görürsən, bəzən qəlbə idrak nisbət verir. Ləhum qulubun la yəfqahunə biha. Onların qəlbləri var, onlar dərk etməzlər. Qəlbin vasitəsilə dərk etmirlər. Demək ki, qəlb batini bir idrakdır. İnsanın ruhunun idrakıdır, ruhun yönəlməsidir. Ona görə də Quran-ı Kərimdə buyurur: "Fəinnəhə la ta'mal absar, velakin ta'mal qulub." Gözlər kör olmaz, kör olan qəlblərdir. Bir ayədə deyir: "Mən kənə fi hada a'ma, fa huwa fil axirati a'ma." Hər kəs bu dünyada kördürsə, axirətdə də kördür. Və adallu səbilə, və yolu çox azıbdır. O bəzilərində Quran-ı Kərimin ayələrini, hədislərini bayaq dediyiniz kimi ancaq zahiri mənanı başa götürürlər, başa düşürlər. Bu ayənin zahirini başa düşsələr, onda bədbəxtçilik olar ki. Kim bu dünyada kördü, axirətdə də kördü. Zahiri kör olan niyə axirətdə də kör olmalıdır? Demək, burada zahiri körlükdən söhbət getmir. Və ayə aşkarcasına deyir: "Fəinnəhə la ta'mal absar." Gözlər kör olmaz. "Velakin ta'mal qulubellati fis-sudur." Sinələrdə olan qəlblər kör olar. İnsan gözü ola bilər sağlam olsun. Amma qəlb kördür. Qəlbin körlüğü nədir? Həqiqəti görür, amma həqiqətə əməl etmir. İnsan məsələn bilir ki, zülm haramdır, olmaz, amma zülm eləyir. Bilir ki, qeybət olmaz, amma qeybət eləyir. Bilir ki, məsələn harama yaxın durmaq olmaz, amma gedir harama əl uzadır. Bilir ki, ölüm yaxındır, hər an baş verə bilər. Amma elə yaşayır ki, elə bil bu dünyada əbədi qalacaqdır. Dillə Allahı tanıyır, dillə Allahı iqrar eləyir, amma davranışlarında Allahı unudur. Allah insanın davranışlarında görsənmir. Bu zaman qəlb kör olur. Ona görə də hicab, Allahla insan arasındakı hicab təkcə mərifətin olmaması deyil, bilginin olmaması deyil. Bəzən insanın şəhvəti, insanın qəfləti və ən mühüm insanın o mən özünü görməyi hicaba çevrilir. Və ən böyük hicab da budur. Ən böyük hicab Allahla insan arasında məndir, insanın özünü həmişə görməsidir, müstəqil hesab etməsidir. Allahla bəndə arasında hicablar müxtəlifdir. Günahlar hamısı hicablardır. Şəhvət hicabdır, qəzəb hicabdır, həsəd hicabdır, təkəbbürlük hicabdır, dünyanı sevmə hicabdır, şöhrəti sevmə hicabdır, özünü bəyənmə hicabdır və ən təhlükəsi ənədir, mənlik, insan özünü görməsi, özünü bir şey hesab etməsi, mən ən üstünəm, mən ən çox bilirəm, mən ən çox ibadət eləyirəm, mən dini hamıdan yaxşı başa düşürəm, mən Allaha başqalarından daha çox yaxınım. Bu zaman din hicaba çevrilir. Çünki sən dindən özü o məni böyütmək üçün istifadə elədin, məni əritmək üçün istifadə etmədin. Və ən böyük müsibət budur. Ola bilər insan məsələn abiddir, çox ibadət eləyəndir. Amma ibadəti yalnız içindəki məni qidalandırıb. Elm öyrənib, din bilgilər əldə edib, amma öyrəndiyi bilgilər yalnız içindəki məni qidalandırıb. İnsan özünü təmizə çıxartmamalıdır. Bu məndən qurtulmalıdır. Quran-ı Kərim gör necə buyurur, deyir: "Fələ tuzəkku ənfusakum." Özünüzü təmizə çıxarmayın. Huve a'lemu bimen ittaqa. Allah kimin təqvalı olduğunu daha yaxşı bilir. Özünü təmizə çıxartma, özünü öymə, özünü tərifləmə. Çünki sənin həqiqəti Allah bilir. Allaha doğru seyr edən insan heç vaxt başqaları ilə məşğul olmur. Onun fikri zikri ilə Allah olur ki, Allah mənim qəlbimi görəsən neyinir? Allah məni necə yoğurur, necə məni tərbiyə etmək istəyir? Dərdi, fikri, zikri Allahlandır. Nəfsindən qurtulmaq istəyir. Pisliklərə əmr edən nəfsdən qurtulmaq istəyir. İnnən nəfsə ləəmmaratin bis-su. Ki, nəfs həqiqətən insanı pisliklərə, çirkinliklərə əmr edir. İllə mə rahimə Rabbi. Rəbbimin rəhm etdiyindən başqa. Hər zaman Rəbbindən mərhəmət umur. Allaha yalvarır ki, ilahi nəfsimdən qurtar məni.
Necə ki Həzrət Rasulullah buyurdu, "Lə təkilni alə nəfsi tarfata ayn." İlahi bir göz qırpımı məni nəfsimin öhdəsinə buraxma. Əməli irfan buradan başlayır. İnsan özünü islahı buradan başlayır. Ki daxilimizdə bir mərəkə var, bir döyüş var. İçimizdə bir döyüş var. Pisliklərlə yaxşılıqların döyüşüdür. Mən içimdəki Musa, içimdəki Firona qalib gəlməsə salih əməl edə bilməyəcəm, salih bəndə ola bilməyəcəm. Ona görə də dediyim hər söz salih söz deyil. Duyduğum hər şey salih bir duyğu deyil, həqiqi bir duyğu deyil. Qəzəblərim haqq qəzəb deyil. Rəğbətlərim Allahın istədiyi deyil ki, hər istədiyimi gərək icra eləyim. Mən nəfsimə yox deməyə öyrənməliyəm. Ki, riyaya yox, günaha yox, şəhvətə yox, insanlar arasında şöhrət tapmağa yox, təkəbbürlüyə yox, Allaha bəli. Hər şeyi Allah üçün fəda etməliyəm. Hətta özümü, zatımı Allah üçün fəda etməyi bacarmalıyam. Təskiyə bu cür əldə olunacaq. Qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Nicat tapdı o kəslər ki, özünü təskiyə etdi. Bədbəxt oldu o kəslər ki, özünü çikləndirdi. Bu dünyada biz biyoloji varlığımızı ucaltmaqla elə bilirik ki, ucalırıq. Yox. Ucalıq bizim bu biyoloji varlığımızda deyil. Uğurlar bizim bu biyoloji varlığımızda deyil. Uğurlar bizim ruhani tərəfimizdədir, mənəvi varlığımızdadır ki, biz nə qədər mənəvi qida əldə edə biliriksə, Allah-u Teala'ya mənəvi cəhətdən yaxınlaşa biliriksə, Allahın gözəl adları, gözəl sifətləri bizim əxlaqımızda təcəlli eləyə bilirsə, o zaman ruhumuz uğur qazanıbdır. O zaman biz həqiqətimizə doğru uçmaqdayıq, həqiqətimizə doğru getməkdəyik. Allah and verir, İzzət-i Cəlalına bizi özünü, nəfsini tərbiyə edən qullarından qərar versin inşallah. Allah and verir, İzzət-i Cəlalına bir göz qırpımı belə bizi nəfsimizin öhdəsinə buraxmasın. Peyğəmbər və əhl-i beytindən həm bu dünyada, həm ahirətdə bizi ayrı salmasın. Allah and verir, İzzət-i Cəlalına zamanənin höccəti, yer üzərini fəsad və zülmlə dolduqdan sonra islahat edəcək höccətini, Həzrət-i Məhdinin zuhurunu tezləşdirsin inşallah. Dua və ibadətlərimizin qəbul olunması, günahlarımızın əff edilməsi üçün Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Allah.